Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Biz bugün 6-cı sinif mövzusu olan tənlik mövzusuna baxacağıq uşaqlar. Mövzu keçməzdən əvvəl bir məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda siniflər üzrə həm mövzuların izahları, həm də orta məktəb dərsindəki sualların izahları paylaşılır. Əgər sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanalıma abunə olmağı unutmayın uşaqlar. İndi uşaqlar, baxın biz tənlik dərsini 4-cü sinifdə də keçmişik, 5-ci sinifdə də keçmişik. İndi biz gəlin bir də ümumiləşdirməyə çalışaq. Tənlikdə necə eləyirdi? Məsələn, uşaqlar, bizə verilən bir tənlik verildiyi zaman, məsələn, bir yazmışam ki, 5 vurulsun, x üstə gəlsin, məsələn, 7 bərabər, məsələn, 19 yazmışam. Biz burada necə əldə edirik uşaqlar? Deyirdik ki, qaydamız belə, əgər burada toplamayıcısı nə etməli idi? Çıxmalı idi uşaqlar, deyilmi? Buradan 5 vurulsun, x bərabər, məsələn, 17. Vurmadısa nə etməli idik? Bölməli idik, elə deyilmi uşaqlar? Məsələn, 2,14. Uşaqlar, baxın, bu qaydaların hər birisi bizə yenə vacibdir, bizim üçün lazımdır. Yəni, baxın uşaqlar, bərabərliyin sol tərəfində nə varsa sağa keçirəmsə, baxın, toplamadırsa çıxmaya çevrilir. Yəni, müsbətdirsə mənfi olur deyə bilərik, vurmadırsa bölmə olmalıdır. Yəni, bunun düzdür, bəzi xüsusi halları da var. Bəzən bölmədə olan hallarımız da var. Təbii ki, onlara da yenidən baxasıyıq. 5-ci sinifdə bunlara çox dərin şəkildə biz bunları keçmişdik uşaqlar. Bugün də artıq yenidən öyrənəcəyik. Bizim üçün uşaqlar, bax, tənlikdə belə bir iki dənə xassəmiz var. Nədir? Birinci kök anlayışı. Uşaqlar, baxın, mənə verilən bu tənliyi görürsünüz də, bu tənlikdə hesablayıb aldığım cavab kökdür uşaqlar. Tənliyin kökü deyirik ona. Məsələn, mənim tənlikdə 2,14 tənliyin köküdür. Sonra, məsələn, bir də uşaqlar, bizdə burada hələ ki öyrənəcəyimiz ekvivalent tənlik. Ekvivalent nə demək bilirsiniz uşaqlar? Əgər kökləri eynidirsə, bax, kökləri eyni olan, istənilən bir tənlik 2 dənə ola bilər, 3 dənə ola bilər, nə qədər olur olsun. Tənliklər verilibsə, bunlar ekvivalent tənliklər adlanır. Yəni, bunun kökləri eynidir. Yəni, fərqli ədədlər ola bilər, fərqli vuruqlar ola bilər. Amma sonda hesabladığımız, aldığımız cavablar eynidirsə, bu tənliklər ekvivalent tənliklər adlanacaq uşaqlar. İndi, məsələn, burada indi gəlin bir tənlik haqqında ümumi məlumatlar verib, gəlin onlara baxarıq uşaqlar. Məsələn, bizə deyir ki, verilmiş tənliklərin köklərinin kökü olub-olmadığını yoxlamaqla ekvivalent tənlikləri müəyyən edin deyir uşaqlar. Məsələn, A variantına baxsaq, bizə verir ki, uşaqlar, x üstə gəlinsin. Uşaqlar, bir dənə bir şey sizə demək istəyirəm. Bir dənə misalın özündə deyəcəm, x üstə gəlsin, 6 üstə gəl 2. Burada toplaması nə mənim çıxmalıyam? 2 çıxılsın 6, x bərabər nə oldu? Mənfi 4 olacaq. Məsələn, bunu hesablamaq istəsəm uşaqlar, 6 bərabərdir. 2 üstə gəlsin, x olacaq. Buradan 2-ni bu tərəfə keçirsəm, baxın, 6 çıxılsın, 2 bərabər x olacaq. 4 bərabərdir. 4 bərabər nə oldu? Buradan x oldu. Bu amma müsbət 4 olur. İndi uşaqlar, baxın, mən sizə bir dənə bir şey deyim. İndi biz bu il keçəcəyimiz qayda nədir? Uşaqlar, əgər, baxın, məhsul dediyimiz şey sağda və solda varsa, necə ki, bax, mən bu 6-nı bura keçirəndə müsbət işarəsi nəyə çevrildi? Mənfiyə çevrildi mi? Əla. İndi bizə verilən, məsələn, bu ifadə verilib. Deyirəm ki, bu ifadəni hesablaşaq. Burada, baxın, məhsulları bir tərəfə, məlumları bir tərəfə. Hansı tərəfə? Bərabərliyin burası sol tərəfidir, elə deyil mi aşağı? Burası sağ tərəfidir. Elə deyil? Aha. Uşaqlar, baxın, həmişə sol tərəfə məhsulları keçirək. Çünki bizim həmişə sol tərəfdə qalır da məhsul. Baxın, aşağıda bərabərliyin solunda qalmır məhsul. Belə yazında biraz çaşdırırsınız da özünüzdə. Çünki biz artıq ona öyrəşmişik. Hə, uşaqlar, onda, baxın, siz bu x-i keçirməlisiniz sol tərəfə. X-in işarəsi nədir? Müsbət. Nəyə çevriləcək uşaq? İşarə dəyişməlidir axı. Baxın uşaqlar, əgər bərabərlikdən sağa və yaxud da sola keçirirəmsə, istənilən dəyişən və ədədi işarə nə olacaq? Əksinə dəyişər. Baxın uşaqlar, 2x-i çıxılsın x yazdım. 2x çıxılsın x yazdım uşaqlar. Burada da 2 var. Bax, 2 müsbətə də daxil. Baxın, 2 müsbət. Bunu bu tərəfə keçənə nə olacaq? Çıxılsın 6 olacaq. 2x-dan 1x çıxanda bura x, 2-dən də 6 çıxanda mənfi 4. Deməli uşaqlar, baxın, bunun da cavabı mənfi 4-dür. Bu ilə bu ekvivalentdir. Amma bu ekvivalent deyil aşağılar. Yəni, bu şəkildə baxmamız lazım. Məsələn, B variantına baxsaq, B variantını deyir ki, 4000 x bərabər 7-yə. Təbii ki, buradan x də bərabər nə olacaq aşağılar? 4 çıxılsın 7 olacaq. X də bərabər mənfi 3. Bu belə. Sonra baxın 7 üstə gəlsin. X bərabər 4 yazıbdır. Buradan x bərabər
4 çıxılsın 7-yə, x də bərabərdir -3. Bu da belə, əla. İndi keçirəm buna. Baxın aşağıda 6 çıx 3x bərabərdir 3 çıxılsın 4x. İndi bax, burada -3x var. Mən bu 4'ü bu tərəfə keçəndə üstə gəlinsin 4x. Buradan da uşaqlar, baxın 3 çıxılsın 6 olacaq. Baxın bu 3 çıx 6. Çünki 6 müsbəti bu tərəfə keçən mənfi. Bunu hesablayanda x bərabərdir -3-ə. Hə, hamısının cavabı -3 alındı. Deməli 3'ü də bir-birinə nədir aşağılar? Ekvivalentdir. Gəlir C variantına. C variantında yazıb ki, bizə 2 vur x üstə gəlsin 1 bərabərdir -3-ə. Buradan 2x bərabərdir -3 çıxılsın 1-ə. 2 vurulsun x bərabərdir -4-ə. X də bərabərdir -2-yə. Buradan da baxın 2 vurulsun x bərabər -4 yazıram. Bərabərliyi çevirə bilərəm də o tərəf bu tərəfə. Buradan x bərabərdir -4 bölünsün 2-yə. X də bərabərdir -2-yə. Və yaxud da x üstə gəlsin 3 bərabərdir 2-yə. X də bərabərdir 2 çıxılsın 1-ə. X də 2 çıxılsın 3-ə. X də bərabərdir -1 şəklini alacaq. -1 şəklini alacaq uşaqlar. Yəni bu şəkildə olmalıdır. Burada baxın aşağıda ikisi ödədi, bu amma ödəmədi. Gəldik D variantına. Deyək ki 0 olmalı. Baxın aşağıda 8 üstə gəl x bərabər 8-ə. Yəni buradan x də bərabər 8 çıxılsın 8. X də bərabər 0 olacaq. Sonra gəldi 8 vurulsun x bərabər 8-ə. X də bərabərdir 8 bölünsün 8. X bərabər 1 oldu uşaqlar. Sonra buradan 8x üstə gəlsin 8 bərabər 8-ə. 8x bərabərdir 8 çıxılsın 8-ə. 8 vur x bərabərdir 0-a. X də bərabərdir 0 bölünsün 8. X də bərabərdir 0 şəklini alacaq. Baxın, deməli bu ikisi 0'dır. Bu amma ekvivalent deyil aşağıda. Gəldik sonra nəyə? Gəldik ikinci suala. Deyir ki, boş xanaya elə də tapın ki, tənliklər ekvivalent olsun. Gəlin baxaq. İkinci sualın A variantında. Baxın, x üstə gəlsin 7 bərabərdir 4-ə. X də bərabərdir 4 çıxılsın 7. X bərabər nə oldu aşağıda? -3 oldu. İndi sənə deyir ki, x üstə gəlsin 9 bərabərdir boşdur. İndi sən x ilə nə yazmalısan burada? Təbii ki, -3. -3 üstə gəlsin 9. O da bərabərdir -6 şəklini alacaq. Buradan B variantı 4 vurulsun x bərabərdir -8-ə. X də bərabər -8 bölünsün 4-ə. X də bərabərdir -2-yə. İndi sənə deyir ki, 8 vurulsun x bərabərdir belə yazıbdır. İndi uşaqlar baxın, x-i ilə -2 yazsam, 8 vurulsun -2 bərabərdir -16 şəklini alacaq. Deməli, burada da nə olmalıdır? -16. Burada nə olmalıydı aşağılar? 6 olmalıydı. Gəldik C variantına. C variantında da uşaqlar x minus 4 bərabər 3 yazmışamsa, x bərabər 3 üstə gəlsin 4-ə, x də bərabər 7-yə. Və buradan x üstə gəlsin 1 bərabərdir boşluğa. X yenə 7 yazsam, 7 üstə gəlsin 1 bərabərdir boşluğa. O da boşluğumuz nə oldu aşağılar? 8 oldu. Sonra buradan 2x üstə gəlsin 11 bərabərdir. 2x üstə gəlsin 1 daha doğrusu uşaqlar. 1 bərabərdir 11-ə. 2x bərabərdir 11 çıxılsın 1-ə. 2 vurulsun x bərabərdir 10-a. X də bərabərdir 5 oldu aşağı. X 5-dirsə 3 vurulsun x də bərabərdir boşdur. X yerine yazmalıyam 5. Yəni 3 vurulsun 5 bərabər neçə elədi uşaqlar? 15. Deməli bura 15 olmalıymış. Əla. Sonra gəldik Y variantı. Y variantında 3 vurulsun x üstə gəlsin 2 bərabərdir -1-ə. 3 vurulsun x bərabər -1 çıxılsın 2-yə. 3 vurulsun x bərabərdir -3-ə. X də bərabərdir -3 bölünsün 3-ə. X də bərabərdir -1 şəklini alacaq. İndi sənə deyir ki, x üstə gəlsin 1 bərabərdir boşluğa. İndi sən nə yazmalısan? -1 üstə gəlsin 1 şəklini bərabərdir 0 olacaq. Bu şəkildə baxmamız lazım. Gəldik F variantına uşaqlar. Bura 0 dedik. Sonra burada uşaqlar baxın F variantında 2x üstə gəlsin 2 bərabər 2-yə. Buradan 2x bərabər 2 çıxılsın 2 olacaq. 2x bərabərdir 0-a. X ilə bərabərdir 0 şəklini alacaq. İndi sənə deyir ki 9 vur x bərabərdir boşluğa. Deməli 9 vurulsun 0 bərabərdir 0 olmalıydı. Burada da uşaqlar cavabımız oldu. 0 şəklini alacaq uşaqlar. Sonra gəldik. Tənliyin ekvivalent tənliyə gətirməklə həlli var uşaqlar burada. Uşaqlar baxın burada
burada. İndi yenə də biz burada nə etməliyik? Burada uşaqlar baxın, bayaq mən dediyim qayda var. Baxın deyir ki, tənlikdə bərabərliyin bir tərəfindəki toplananı digər tərəfə əks işarə ilə keçirdikdə alınan tənlik də əvvəlki tənliklə ekvivalent olur deyir uşaqlar. Yəni bir-birinə bərabər olur. Bayaq mən dediyim uşaqlar əksinə dəyişmə məsələsi var idi. Hə. İndi gəlin buradan məsələn, misal nömrə 3-ə baxaq aşağı. Deyir ki, tənlikləri həll edin və cavablarını yoxlayın deyir. Məsələn, baxın belə bir sualda birinci suala baxıram. Burada deyirəm ki, A-dır, bu B olsun. A variantında deyir ki, sənə x çıxılsın -8 bərabər 2. Uşaqlar 2 də mənfi nəyə çevriləcək uşaqlar? Müsbətə x üstə gəlinsin 8 bərabər 2-yə. X də bərabər 2 çıxılsın 6-ya. Buradan x bərabər çıxılsın 8-ə. X bərabər -6 oldu. Əla. Məsələn, B variantına baxsam, x üstə gəlinsin -3 bərabər 9. Uşaqlar, müsbətlə mənfi toqquşanda nə olur? Mənfi olur. Bərabər 9-a. X də bərabər 9 üstə gəlsin 3-ə. X də bərabər 12 oldu. Yəni, bu şəkildə olmalıdır uşaqlar. Əla. İndi keçək məsələn bura. Baxın uşaqlar, -2 çıxılsın x bərabərdir 1-dir. Deyil mi uşaqlar? Onda mən bu -x-i saxlayıram. Bura 1. Bu 2-ni bu tərəfə keçənə nə olmalıdır? Mənficə nəyə çevrilməlidir? Müsbətə çevrildi. Baxın, toplama oldu. Baxın uşaqlar, -x bərabər 3-ə. Uşaqlar, baxın sizə bir şey deyim. Bunu da yadda saxlayırsınız. Heç vaxt məhculda mənfi olmaz da. Yəni, mənfi məhcul deyə bir şey yoxdur. Məsələn, -x bərabər 3 yox. Fərz eləyin, bunun qabağında 1 var. Sən x bərabər 3 bölünsün -1 yazmalısan. Onda sən x-in nə oldu uşaqlar? Mənfi şəklini alacaq uşaqlar. Buna hökmən diqqət edin. Məsələn, burada da 3 çıxılsın x bərabər 7 deyilmi? -x bərabərdir 7 çıxılsın 3-ə. -x bərabərdir 4-ə. X də bərabərdir -4-ə. Fərz edin, mən 4-ü böldüm -1-ə də yenə eyni şey alındı. Bu şəkildə olmalıdır. Sonra gəldik, məsələn, bura. Burada təbii ki, vurma olacaq uşaqlar, baxın. 12 -12 vurulsun x bərabərdir 36-ya. Buradan x də bərabərdir 36 bölünsün -12-yə. Buradan x də bərabərdir -3 şəklini alacaq uşaqlar. Bu da belə. Sonra gəldik. -x bölünsün -4. O da bərabərdir -9-a. Uşaqlar, -x bərabər -9 vurulsun -4-ə. -x bərabər 36-ya. X də bərabərdir -36 olacaq. Yəni, bu şəkildə baxmamız lazım. Sonra gəldik buna. Deyir ki, 3 vurulsun x üstə gəl 11 bərabərdir 5. 3 vurulsun x bərabərdir 5 çıxılsın 11. 3 vurulsun x bərabər -6-ya. X də bərabər -6 bölünsün 3-ə. X də bərabərdir -2-yə. Yəni, bu şəkildə olmalıdır. Sonra gəldik bu misala. 5x üstə gəlinsin -2 bərabərdir -7. Baxın aşağı, bu toplama ilə çıxmadı. Toqquşanda çıxılsın 2 olur. Bura -7 olur. 5x bərabərdir -7 üstə gəl 2 olacaq. 5x bərabərdir -5 olacaq. X də bərabərdir -5-i də 5-ə böldüyümüz zaman nə olacaq uşaqlar? -1 şəklini alacaq uşaqlar. Əla. Artıq biz mənfi müsəddə keçdiyimizə görə mənfi ədədləri verilir də bizə. Məsələn, baxın, bu suala baxırıq da uşaqlara, deyil mi? Yazıb ki, bizə 7 çıxılsın 3x bərabərdir 13-ə. -3x bərabərdir 13 çıxılsın 7-yə. -3x bərabərdir 6-ya. X də bərabər 6 bölünsün -3-ə. X də bərabərdir -2 şəklini alacaq uşaqlar. Sonra -3 çıxılsın 2x bərabərdir 19-a. -2x bərabərdir 19 üstə gəlinsin 3-ə. -2x bərabərdir 22-yə. X də bərabərdir 22 bölünsün -2-yə. Buradan da x də bərabərdir -11 şəklini alacaq. Sonra gəldik bura. Baxın, 4x çıxılsın 3 bərabərdir 11 yazıb bizə. 4x bərabərdir -11 üstə gəlinsin 3. 4x bərabərdir -8-ə. X də bərabərdir -2 şəklində olacaq. Sonra gəldik. -2 vurulsun x üstə gəlinsin 13 bərabərdir 17-yə. -2x bərabərdir
17 çıxılsın 13-ə, mənfi 2x bərabərdir 4-ə, x də bərabər 4 bölünsün mənfi 2-yə, x də bərabərdir mənfi 2 şəklini alacaq uşaqlar. Sonra gəldik nəyə? Gəldik, tənliyi həll edin və cavabını yoxlayın. Yenə də uşaqlar, baxın bu qaydaların hamısı biz 5-ci sinifdə keçdiyimiz qaydalardır uşaqlar. Misal nömrə 4-ə baxacaq uşaqlar. Baxın, deyir ki, A variantında 2 vurulsun, x üstə gəlinsin 7 bərabər 4-dür. Vurmadsa nə mənə bölməliyəm? X üstə gəl 7 bərabər 4 bölünsün 2-yə, x üstə gəlsin 7 bərabər 2-yə, x də bərabər 2 çıxılsın 7, x də bərabərdir mənfi 5 şəklində olacaq uşaqlar. Keçirik indi B variantına. B variantında da 3 vurulsun, 2x minus 1 bərabərdir mənfi 21-ə. Buradan 2x minus 1 bərabərdir mənfi 21 bölünsün 3-ə. 2 vurulsun x minus 1 bərabərdir mənfi 7-yə. 2 vurulsun x bərabərdir mənfi 7 üstə gəlsin 1-ə. 2 vurulsun x bərabərdir mənfi 6-ya. X də bərabər mənfi 6 bölünsün 2-yə. X də bərabərdir mənfi 3 şəklini alacaq uşaqlar. Sonra gəldik nəyə? C variantına baxdığımız zaman 4 vurulsun 1 minus x bərabərdir 12-yə. 1 minus x bərabərdir 12 bölünsün 4-ə. 1 minus x bərabərdir 3-ə. Mənfi x bərabərdir 3 çıxılsın 1-ə. Mənfi x bərabərdir 2-yə. X də bərabərdir mənfi 2 şəklini alacaq uşaqlar. D variantına baxsaq, baxın 5 vurulsun 3 minus 2x bərabərdir mənfi 15-ə. 3 vurulsun 2x bərabərdir mənfi 15 bölünsün 5-ə. 3 minus 2x bərabərdir mənfi 3-ə. Mənfi 2x bərabərdir mənfi 3 çıxılsın 3-ə. Bunu bu tərəfə keçəndə. Mənfi 2x bərabərdir mənfi 6-ya. Və buradan x də bərabər mənfi 6 bölünsün mənfi 2-yə. X də bərabərdir müsbət 3 şəklini alacaq uşaqlar. Gəldik Y variantına. Y variantına baxdığımız zaman uşaqlar, x üstə gəlsin 4 bölünsün 2-dir. Təbii ki, bölmə üçün eləməkdir uşaqlar. Vurmalıyıq. 3 vurulsun 2 olacaq. X üstə gəlsin 4 bərabərdir 6-ya. X də bərabər 6 çıxılsın 4-ə. X də bərabərdir 2 şəklini alacaq uşaqlar. F variantına baxanda, baxın 9x üstə gəlinsin 24 bölünsün 2 bərabərdir 3 olur. Buradan 9x üstə gəlsin 24 bərabərdir 3 vurulsun 2 olacaq. 9x minus 24 bərabərdir 6 olacaq. 9 vurulsun x bərabər 6 çıxılsın 24 olacaq. 9 vurulsun x bərabər mənfi 18 olacaq. X də bərabər mənfi 18 bölünsün 9-a. Bu da elədir mənfi 2 şəklini alacaq uşaqlar. Sonra gəldik G variantına. Uşaqlar, baxın G variantında da yenə eyni xassələrdən istifadə etməliyik. 7x üstə gəlinsin 2 bölünsün 13 bərabər mənfi 2-yə. Buradan 2 bərabər mənfi 2 vurulsun 13 olacaq. 7x üstə gəlinsin 2 bərabər mənfi 26 olacaq. Buradan 7x bərabərdir mənfi 26 çıxılsın 2 olacaq. 7 vurulsun x bərabər mənfi 28 olacaq uşaqlar. Və buradan x də bərabər mənfi 28 bölünsün 7-yə. X də bərabərdir mənfi 4 şəklini alacaq uşaqlar. H variantında da 9 çıxılsın 5x bölünsün 3 bərabərdir 13-ə. 9 çıxılsın 5x bərabərdir 13 vurulsun 3-ə. 9 çıxılsın 5x bərabərdir 39-a. Mənfi 5x bərabərdir 39 çıxılsın 9-a. Mənfi 5 vurulsun x bərabərdir 30-a. Və buradan x də bərabərdir 30 bölünsün mənfi 5. Buradan da x də bərabərdir mənfi 6 şəklini alacaq uşaqlar. Sonra gəldik. Nəyə gəldik deyik uşaqlar? Tənliyi həll edin yenə də. Baxın uşaqlar, burada artıq konkret o bizim bayaq dediyimiz qaydanı tətbiq eləməliyik. Məhculları bir tərəfə yığmalıyıq və məlumları da bir tərəfə yığıb o şəkildə etməliyik. İndi gəlin A variantından keçək. Uşaqlar, baxın, misal nömrə 5-in A variantıdır.
Burada 5x üste gəlinsin 8 bərabərdir 3x çıxılsın 2'dir. Elə deyilmi? Mən bu 3x'i keçirməliyəm bu tərəfə. Hə uşaqlar? Yəni bunu biraz aşağı eləyək. Baxın. Uşaqlar bu 3x'i bura keçirməliyəm. 8'i bura. Baxın 5x'in işarəsinə dəymirəm. 3x'in müsbətini nəyə çevirməliyəm? Mənfiyə. Bərabər mənfi 2'ni saxlayıram burada. Mənfi 2 olaraq saxlayıram. Və 8'i keçirməliyəm bu tərəfə. Çıxılsın 8 olacaq. İndi baxın 2 vurulsun x bərabərdir mənfi 10. Buradan x də bərabərdir mənfi 10 bölünsün 2'yə. Və x də bərabərdir mənfi 5 şəklini alacaq uşaqlar. Baxın bu şəkildə oldu. Məsələn baxın B variantına baxsaq yazıram ki x üstə gəlinsin 4 bərabərdir 10 çıxılsın 5x yazmışam. Elə deyilmi? İndi bax bu 5x'i keçirməliyəm bu tərəfə. X'in işarəsinə dəymirəm. 5x'i keçirdiyimə görə bura mənfidirsə nəyə çevrilməlidir? Müsbətə çevrilir. Və buradan bunu da bu tərəfə keçirəndə 10 çıxılsın 4 şəklini alacaq. Burada 1x ilə 5x toplasam 6x bərabər 6'ya. Və buradan x də bərabər 6 bölünsün 6, x də bərabərdir 1 şəklini alacaq uşaqlar. Elə deyilmi? Əla. İndi gəlin buradan C variantını yazağın. Baxın C variantında da 6x çıxılsın 8 bərabər x plus 3 şəklini alacaq. Mən bunu keçirsəm bu tərəfə, bunu da bu tərəfə keçirsəm. Baxın 6x çıxılsın x olur. Bərabər 3 üstə gəlinsin 8 olacaq. Niyə? Çünki burada çıxma olunur. 6x-dan x çıxanda eləyəcək. Neçə? 5 vurulsun x bərabərdir 11'ə. Buradan x də bərabərdir 11 bölünsün 5. Bu da x bərabərdir 11 bölünsün 5 şəklini alacaq. Yəni 5'də 11 deyə bilərik uşaqlar. D variantına baxsaq uşaqlar, D variantına. X çıxılsın 4 bərabər 14 çıxılsın 2x'dir uşaqlar. Bunu bu tərəfə keçirdiyimiz zaman x üstə gəlinsin 2x bərabər 14 üstə gəlinsin 4'ə. X ilə 2x toplayanda 3x bərabər 18'ə. Bura x də bərabər 18 bölünsün 3'ə. X də bərabər 6 şəklini alacaq. Gəldik Y variantına. Uşaq Y variantında 7 çıxılsın x bərabərdir 3 üstə gəlinsin x-a. Mənfi x çıxılsın x da bərabərdir. Baxın uşaq bu mənfi x görürsünüz də. Bunu mən bu tərəfə keçirdiyim zaman çıxılsın x 3 çıxılsın 7 olacaq. Mənfi 2 vur x bərabərdir mənfi 4'ə. X də bərabərdir mənfi 4 bölünsün mənfi 2'yə. X də bərabərdir 2 şəklini alacaq uşaqlar. Gəldik F variantına. 9 çıxılsın 3x bərabər x üstə gəlinsin 1'ə. Burada mənfi 3 çıxılsın x bərabərdir 1 çıxılsın 9'a. Mənfi 4 vurulsun x bərabərdir mənfi 8'ə. Buradan x də bərabər mənfi 8 bölünsün mənfi 4'ə. X də bərabərdir müsbət 2 şəklini alacaq uşaqlar. Bu da belə oldu. Gəldik G variantına. Baxın uşaqlar, burada da x üstə gəlinsin 2 bərabər 3x üstə gəlinsin 8'ə. Mən bunu bu tərəfə keçirsəm, bunu da bu tərəfə keçirsəm, x üstə gəlinsin 3x bərabərdir 8 çıxılsın 2'yə. Burada 3x çıxılsın olacaq bax uşaqlar. Bura mənfi 2 vurulsun x bərabərdir mənfi 6'ya. Buradan x də bərabərdir mənfi 6 bölünsün mənfi 2'yə. X də bərabərdir 4 şəklini alacaq uşaqlar. Sonra gəldik H variantına. 9x üstə gəlinsin 12 bərabərdir x üstə gəlinsin 4'ə. Bunu bu tərəfə, bunu da bu tərəfə. 9 vurulsun x çıxılsın x-a bərabər 4 çıxılsın 12'yə. Burada 9'dan 1x çıxsaq 8x təbii ki mənfi 8x bərabərdir mənfi 8'ə. Mənfi 8 bölünsün mənfi 8. Burada nə oldu? X də bərabərdir 1 oldu. Bu şəkildə olmalıdır uşaqlar. Gəldik sonra 6-cı suala. Deyir ki, dəyişən hansı qiymətində bərabərdir? 6-cı sual deyir ki, bu ifadələr bir-birinə nə olmalıdır? Bərabər olmalıdır. Yəni 6'nın A variantında 3x üstə gəlinsin 17 bərabər olmalıdır. Bərabər olmalıdır. X çıxılsın 3'ə. Mən bu x'i bu tərəfə atacağım. Bunu da bu tərəfə.
3x çıxılsın x bərabərdir mənfi 3 çıxılsın 17-yə. Buradan 2x bərabərdir mənfi 20-yə. Buradan x də bərabərdir mənfi 20 bölünsün 2-yə. X bərabər nə oldu uşaqlar? Mənfi 10. Deməli x-in mənfi 10 qiymətində bu dəyişənlər bir-birinə nə olur uşaqlar? Bərabər olur. Sonra B variantında isə deyir ki 3x üstə gəlinsin 2 ifadəsinin qiyməti 2x minus 3 ifadəsinin qiymətindən 2 vahid böyükdür. Mən bunun, başa, bu böyükdür də. Mən bunun üstünə 2 gəlsəm, bunun üstünə 2 gəlsəm, bunlar nə olar? Bir-birlərinə bərabər olar. Baxın 3x, bunu keçirəm bu tərəfə. Çıxılsın 2x bərabər mənfi 3. Bir də 2 qalıb burada uşaqlar. Mənfi 3-dən 2, bir də çıxılsın 2 olacaq. Bundan bunu şey desə, bura x. Bundan bu biri mənfi 1 sonra islah oldu. Buradan mənfi 3. X bərabər nə oldu aşağılar? Mənfi 3 qiymətində oldu. İndi gəlin uşaqlar, biraz daha çətin bu mütərizə ilə falan olan ifadələrin, yəni təniklərin həllinə baxacaq indi. Deyir ki, bu bərabərlik sağ və sol tərəfdəki ifadələrin sayıqləşdirməklə tənliyi həll edin deyir aşağılar. İndi burada uşaqlar, baxın biz, burada nə edəcəyik indi? Mesela A variantına baxsaq, misal nömrə 7-nin A variantında təbii ki, mən 2x-dan 3x toplamalıyam. Neçə eləyir aşağılar? 5 vurulsun x bərabərdir mənfi 20-yə. Buradan x bərabərdir mənfi 20 bölünsün 5-ə. X də bərabərdir mənfi 4 şəklini alacaq uşaqlar. Mesela mən B variantına baxsam, B variantında mesela 4x-dan bu 1x toplasam 5x, yazıram 5x, çıxılsın 8x bərabərdir 15-ə. Buradan mənfi 3x bərabərdir 15-ə, x də bərabərdir 15 bölünsün mənfi 3-ə və x də bərabərdir mənfi 5 şəklini alacaq. Sonra gəldi uşaqlar, biz baxın, belə bir şey. Burada uşaqlar, bunun iki yolu var. Gəlin biz mütərizəni vurub açma ilə eləyək. Biz artıq mütərizəni vurub açmasını bilirik də. Məsələn, burada 4x-ə vursam 4x, 4-ü 3-ə vursam 12. Çıxılsın 3 bərabərdir 1 olacaq. Buradan 4x bərabərdir 1. Mənfi 3 bu tərəfə keçirsən müsbət 3. 12-ni o tərəfə keçirsən çıxılsın olacaq. Yəni 4 vurulsun x bərabər 3-dən 1 4. 4-dən də 8 çıxsam mənfi 8. X də bərabər mənfi 8 bölünsün 4-ə. X də bərabərdir mənfi 2 şəklini alacaq uşaqlar. Məsələn D variantına baxsaq, eyni qayda ilə uşaqlar. Yenə mən mütərizəni vurub açaram. 2 vurulsun x, çıxılsın 2-ni 2-yə vursan 4, üstə gəlinsin 19 bərabərdir 7 şəklini alacaq. 2 vurulsun x bərabərdir 7, 4-ü bu tərəfə keçirəm, üstə gəl 4 və 19-u o tərəfə çevirəndə isə çıxmaya çevriləcək. Deyil mi aşağılar? 2 vurulsun x bərabərdir 7 üzrə 4 gəlsəm 11, 11-dən də 19 çıxsam mənfi 8 eləyəcək. Buradan x bərabərdir, mənfi 8 bölünsün 2-yə, x də bərabərdir, mənfi 4 şəklini alacaq uşaqlar. Keçəyin növbəti suala. İndi uşaqlar, baxın burada, yenə də baxın, eyni xassələrdən istifadə edəcək uşaqlar. 4 vurulsun x üstə gəlinsin 36, çıxılsın x bərabərdir 21. Baxın, 4x çıxılsın x bərabərdir 21, çıxılsın 36-ya. 4x-dan 1x çıxdığımız zaman bura 3x, 36-dan da 21 çıxdığımız zaman isə mənfi 15 olacaq. Buradan x də bərabər mənfi 15 bölünsün 3, x də bərabərdir mənfi 5 şəklini alacaq uşaqlar. Gəldik F variantına. F variantında 5-i 1-ə vuranda 5, 5-i mənfi 3-ə vuranda 15x, çıxılsın 2 bərabərdir 33 şəklini alacaq. Buradan mənfi 15x-i saxlayıram. 33 üstə gəlinsin 2, çıxılsın 5 olacaq uşaqlar. Mənfi 15 vurulsun x bərabərdir 30-a. Buradan x-i tapmaq istəsəm 30-u bölməliyəm. Mənfi 15-ə uşaqlar. Mənfi 15-ə bölürəm. X də bərabərdir. Mənfi 2 şəklini alacaq. Gəldik G variantı. Uşaqlar baxın, G variantında birinci gəlin sadələşdirən 6x-dan 2x çıxdı. Neçə elədi? 4x. Üstə gəlsin 7 bərabər 2 minus x-a. Mən bu x-i keçirəm bu tərəfə. 7-ni keçəcəm bu tərəfə. 4x üstə gəlsin x bərabər 2 çıxılsın 7-yə. 4-ün üstünə 1x gələndə 5 vurulsun x bərabərdir mənfi 5-ə. Buradan x də bərabərdir mənfi 5 bölünsün 5-ə. X də bərabərdir mənfi 1 şəklini alacaq uşaqlar.
Bu da belə. Gəldik H variantına. H-da da uşaqlar baxın 2-ni vuram x-ə 2x çıxılsın 6 bərabərdir 5x minus 2x-a. İndi baxın uşaqlar. 2 vurulsun x çıxılsın 6-nı belə yazıram. 5x-dan 2x çıxanda buraya elədi 3x. Mən bu 3x'i bu tərəfə atmalıyım. Yəni 2x çıxılsın 3x. Bu 6'ını da bu tərəfə atanda müsbətə çevrilir də. Hə, mənfi x bərabər 6-ya, x də bərabərdir. Mənfi 6 olmalıdır. Bax uşaqlar. Bunu unutmayın. Heç vaxt məhsulda mənfi işarəsi qala bilməz. Sonra gəldi uşaqlar nəyə? I variantı. İndi baxın uşaqlar. Yenə də eyni xassələrdən istifadə edəcəyik. Burada təbii ki, sadəcə mütəzələrə falan vurub açmamız lazım. Aşağıda baxın x-dan 7x çıxsam nə edər? Mənfi 6x. I variantına baxırıq. I. Üstə mənfi 6x. Üstə gəlsin 3. Elə deyil mi? Bərabərdir. 3 vurulsun x çıxılsın 6-ya. Mən bunu bu tərəfə atsam. Mənfi 6x çıxılsın 3x. Bərabərdir. Mənfi 6 bunu bu tərəfə atsam. Çıxılsın 3 olacaq uşaqlar. Aha. Mənfi 9 vurulsun x. Bərabər mənfi 9-a. X də bərabərdir. Mənfi 9 bölünsün. Mənfi 9-a. X də bərabərdir 1. Şəklində olacaq uşaqlar. Məsələn, mən J variantına baxsam. J variantında 5 vur x çıxılsın 5. Üstə gəlinsin 3. Bərabərdir uşaqlar. Bunu da vurub açsam 6 çıxılsın 3x olar. Bunları baxın uşaqlar. 5x. Mənfi 2-nin üstünə 3 gəl. Mənfi 5-in üstünə 3 gəlsən mənfi 2. Baxın, belə bir şəkilə saldıq. Mən indi bunu keçirəm bu tərəfə. 5x üstə gəlinsin 3x. Bərabərdir. Bunu da bu tərəfə keçirsəm 6 üstə gəl 2 olacaq. Yəni toplasam 8 vur x bərabərdir 8-ə. X də bərabər 8 bölünsün 8. X də bərabərdir 1 şəklini alacaq uşaqlar. Gəldi sonra K variantına. K-da isə vursaq 2x üstə gəlsin 2 çıxılsın x üstə gəl 2 bərabərdir uşaqlar 2x çıxılsın 2 şəklini alacaq. Baxın uşaqlar, mən burada 2x çıxılsın x üstə gəl 2 üstə gəl 2 belə yazıram. 2x da çıxılsın 2-yə. Baxın, x-ləri bu tərəfə keçəcəm. 2x-dan x çıxanda x üstə gəl bunları toplayanda 4 bərabər 2x minus 2-yə. Elə deyilmi? Sonra x-ləri bir tərəfə keçirəm. Bunu bu tərəfə keçirəm. X çıxılsın 2x bərabər mənfi 2 çıxılsın 4-ə. Mənfi x bərabərdir mənfi 6-ya. X də bərabərdir mənfi 6 bölünsün mənfi 1-ə. X də bərabərdir 6 şəklini alacaq uşaqlar. Sonra gəldik sonuncu misal L. Baxın uşaqlar 6x çıxılsın 12 çıxılsın 6x bərabərdir 3x üstə gəlsin 18-ə. Baxın 6x-dən 6x çıxanda nə oldu? 0. Mənfi 12 bərabərdir 3x üstə gəlsin 18-ə. Mən bunu bu tərəfə atsam. Mənfi 12 çıxılsın 18 bərabərdir 3 vurulsun x-a. Mənfi 30 bərabərdir 3 vurulsun x-a. X də bərabərdir mənfi 30 bölünsün 3-ə. X də bərabərdir mənfi 10 şəklini alır uşaqlar. Elə deyil mi? Sonra gəldik biz nəyə? Gəldik 8-ci suala uşaqlar. Uşaqlar baxın. Əgər bizə kəsir kimi verilibsə uşaqlar, hökmən tənasüb qaydası var da yanınıza gəlir. Çarpaz vurma. Çarpaz vurmalısınız uşaqlar. 8-ə gəlin baxalım. A variantında biz çarpaz vurasıq. Baxın yazası 3 vurulsun. Baxın bu ifadə olduğuna görə bunu mütəzlə vurmalıyıq. Sonra uşaqlar baxın 4-ü də x üstə gəl 2-yə vurduğumuz zaman bu şəkildə yazmalıyıq. Bax ifadə olduğuna görə mütəzlə. Sonra mütəzlələri vurub açıram. 3x çıxılsın 3 bərabər 4x üstə gəlsin 8-ə. Bu x-i bu tərəfə atmalıyam. 3x çıxılsın 4x. Bunu da bu tərəfə atmalıyam. 8x üstə gəlsin 3-ə. Mənfi x bərabərdir 11-ə. X də bərabərdir mənfi 11 olmalıdır uşaqlar cavabımız. Əla. Keçdik B variantına. Baxın B variantında eyni xassələrdən çarpaz vurur uşaqlar. Bu buna vurulmalıdır. Bu buna yazıram. 2 vurulsun. X minus 1 olacaq. Və buradan 3 vurulsun x minus 3 olacaq. 2x üstə gəlsin 2 bərabərdir 3x çıxılsın 9-a. Mən bunu bu tərəfə atacağım. Bunu da bu tərəfə
2 çıxılsın 3'ə bərabərdir mənfi 9 çıxılsın 2'yə. Mənfi x bərabərdir mənfi 11'ə. X də bərabərdir mənfi 11 bölünsün mənfi 1'ə. X də bərabərdir 11. Şəklini alındı. Bu da 11 alındı cavabımız. Ama müsbət 11 alındı. Uşaqlar baxın çarpaz vurmalıyam yenə də. Yazıram 5 vurulsun x minus 3 C variantında. Bərabərdir 3 vurulsun 2x plus 1 şəklində. Burada 5x çıxılsın 15. Bərabərdir 6x üstə gəlinsin 3'ə. Mən bunu bu tərəfə atmalıyam. Bunu da bu tərəfə. Baxın 5x çıxılsın 6x. Bərabərdir 3 üstə gəlinsin 15'ə. Mənfi x bərabərdir 18'ə. X də bərabərdir mənfi 18 şəklində alacaq. D variantında da uşaqlar baxın yenə eyni xassələrdən istifadə edəcək. Çarpaz vurmalıyıq uşaqlar. Yenə də baxın 4 vurulsun x üstə gəlsin 1 bərabər 3 vurulsun 2x minus 2 şəklində alacaq uşaq. Çarpaz vursaq 4x üstə gəlsin 4 bərabərdir 6x çıxılsın 6'ya. Bunu bu tərəfə keçirik. Bunu da bu tərəfə. 4x minus 6x bərabərdir mənfi 6 çıxılsın 4'ə. Mənfi 2x bərabərdir mənfi 10'a. Buradan da x bərabərdir mənfi 10 bölünsün mənfi 2'yə. Və buradan x də bərabərdir 5 şəklində alacaq uşaqlar. Bu da belə. Gəldi sonra uşaqlar biz 9-cu sualda ki kvadratın perimetri nə qədərdir deyir uşaqlar. Təbii ki kvadratın perimetrini necə tapırdıq biz? Uşaqlar baxın. Əslində kvadratdır da bu. Kvadrat olduğuna görə 9-cu sualda. Baxın bu x 4x minus 9'a bərabər olmalıdır da. O zaman buradan x'i keçirsən bu yana x çıxılsın 4x bərabər mənfi 9'a. Mənfi 3x bərabərdir mənfi 9. X də bərabərdir müsbət 3. Hə uşaqlar baxın. Tərəfimiz 3'dürsə onda sahəmiz 3'ün kvadratı yəni 9 oldu. Əla. Baxın uşaqlar sahə nə qədərdir? Məsələn burada sahə oldu 9. Bəs perimetr nə qədər olar? Təbii ki əgər bura 3'dürsə perimetrimiz də 4 vurulsun aydır. Yəni 4 vur 3 neçə oldu? 12 şəklini alacaq uşaqlar. Deməli burada da 12 olacaq birinci misalımızda. Gəldik 10-cu suala. Nə deyir bizə? Deyir ki, ana fikrində bir ədəd tutdu. Bu ədədi 4 əlavə elədi, bilmirəm. Üstdən 4 əlavə elədi. Cəmi 2'yə vurdu. Bu alınan cəmi vurdu 2'yə. Ananın fikrində tutduğu ədədin 3 misli alındı. Yəni 3 vurulsun x alındı. Vurub açsam 2 vur x üstə gəlinsin 8 bərabər 3 vurulsun x-a. Bunu bu tərəfə keçirirəm. Bunu da bu tərəfə. Baxın 2x çıxılsın x bərabərdir. Bu toplamaça nəyə çevriləcək? Mənfi 8'ə. Mənfi x bərabərdir mənfi 8'ə. X də bərabərdir 8 şəklini alacaq uşaqlar. Bu da bizim 10-cu sualımız. Gəldik 11-ci suala. Vedrədə dolçadan 4 dəfə çox su var uşaqlar. Deyək ki dolçada D. D yazıram 11-ci suala. Bir də vedrə. Dolçada x-dır. Vedrədə 4 vur x-dır. Və vedrədən 2 litr suyu götürdükdə qalan süd vedrədən ikisini götürüblər uşaq. Qalan süd bundan 3 dəfə böyükdür. Bu böyükdür bundan 3 dəfə. Onda mən bunu 3'ə vursam aşağılar. Bunlar nə olar bir-birlərinə bərabər olar deyil mi aşağılar? Əla. Belə bir tənlik yəni. Bunu bu tərəfə keçirsəm 3x çıxılsın 4x bərabər mənfi 2x-a. Mənfi x bərabərdir mənfi 2'yə. X də bərabər 2 oldu aşağı. Deməli dolçada 2 litr su var imiş. Vedrədə ondan 4 dəfə çoxdur. 8 var. Deyir ki dolçada neçə litr su var? 2 litr uşaqlar. Yəni bu şəkildə olacaq. Dərsimiz bu qədər uşaqlar. Ümid edirəm ki video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmayı unutmayın uşaqlar. Sağ olun.